Bugün müayinə etdiyimiz xəstə, cavan xəstədir, 23 yaşında. Təngənəfəslik, ürək döyünmə ilə, xüsusən fiziki aktivlikdə təngənəfəslikdən şikayətlərlə daxil olub. Müayinə etdiyimiz zaman onun mitral qapaq prolapsı. Mitral qapağın prolapsı gənclər arasında, insanlar arasında çox tez-tez rast gəlinir və müxtəlif simptomlar verir. O cümlədən ürək döyünmə, təngənəfəslik, müxtəlif ritm pozğunluqları, həmçinin ürək nahiyəsində ağrılar da verə bilir. Əlbəttə, o asılıdır mitral qapaq prolapsının dərəcəsində. Dərəcəsi böyük olduqca, qapaq çatışmadığı böyük olduqca əlamətlər daha ciddi olur və xəstələr müalicə, konservativ yaxud da cərrahi müalicə tələb olunur. Qapağın çatışmadıqlarının ölçüsü böyük olanda, ciddi prolaps olanda. Lakin kiçik belə prolapslarda heç bir problem xəstə üçün yaratmaz, hər hansı bir müalicə tələb etməz. Hətta ildə bir dəfə bir nəzarətdə saxlanırlar belə xəstələr. Bugün müayinə etdiyimiz xəstədə də birinci dərəcəli, minimal birinci dərəcəli bir mitral qapaq prolapsı hər hansı bir müalicəyə və yaxud da ciddi nəzarətə heç ehtiyac yoxdur. Xəstənin şikayətləri əslində o kiçik mitral prolapsına çox da əlaqəsi yoxdur. Daha çox sinir, neyrohormonal pozğunluqla əlaqəli olan bir şikayətlərdir. O haqda biz müalicə təyin edəcəyik.